Səfəvi dövlətinin yaranması və idarə etmə sistemi. Biz dedik ki, 1500-cü ildə Caban döyüşündə Şirvanşahları məğlub edən İsmayıl Bakını tutur, sonra Gülüstan qalasına mühasirəyə alır. Ondan sonra Əlbət Mirzə qoşun toplayıb İsmayılın üzərinə gələcək. Və həmçinin demək Əlbət Mirzə İsmayıla Şirvanın idarəsi ilə kifayətlənməsini təklif edəcək. Və İsmayıl bunu rədd edir və nəticədə 1501-ci ilin ortalarında Şərur döyüşü olacaq. Demək, Şirvanşahlarla, daha doğrusu Səfəvilərlə Xalqoyunların birinci qolu arasında, yəni Əlbət Mirzə arasında. Və burada İsmayıl Xalqoyunları məğlub edəcək, Əlbət Mirzə məğlub olacaq və bundan sonra Xalqoyunun birinci qolu süqut edir. Və Şərur döyüşündə Qızılbaşların qələbə qazanmasının səbəbi nə idi? Müridlərin şeyxləri yolunda ölümə hazır olması. Yəni İsmailin yolunda gözlərini qırpmadan ölümə hazır idilər. Üstəgəl Qızılbaşların mənəviyyatca mətin olmaları, yəni daha iradəli idilər. Qələbədən sonra İsmayıl Azərbaycan cənubuna doğru irəliləyir, yəni Təbrizə, çünki Təbriz Xalqoyunların paytaxtı idi. 1501-ci ilin payızında İsmayıl Təbrizə daxil olur və özünü şah elan edir. Bundan sonra Səfəvi dövləti yaranacaq. Və Səfəvilər 1501-1736-cı illərdə 235 il mövcud olub. Səfəvi dövlətinin ilk paytaxtı Təbriz şəhəri idi. 1555-də Təbrizə köçəcək, daha doğrusu Qəzvinə köçəcək, sonra isə İsfahana köçəcək, onları deyəcək. 1503-cü ildə Həmədan döyüşü yaxınlığında Almabulağı döyüşü baş verir. Kimlər arasında? Şah 1-ci İsmayıl'la Fars və Əcəm İraqı hakimi, yəni Xalqoyunların 2-ci qolunun hökmdarı Murad Mirzə arasında və Şah İsmayılın 12 minlik qoşunu Murad Mirzənin 70 minlik qoşununu məğlub edir. Və bundan sonra artıq Bayandurlilərin sülaləsinin hakimiyyətinə son qoyulur. Ümumiyyətlə Xalqoyunların da 2-ci qolu süquta uğrayır. Bunun da Xalqoyunlu dövləti süqut edir. Və İsmayıl Həsən Padşahın varisi sayılır, çünki Həsən Padşahın babası idi. Və Xalqoyunlu dövlətin sərlərini bərpa etməyə çalışırdı. 1503-cü ildə İranın mərkəzini və şərq əyalətlərini tutur. Sonra isə Şərqi Anadolu və Ərəb İraqını tabe eləyir və Diyarbəkirdən Xorasana qədər olan əraziləri Səfəvi dövlətinə birləşdirir 1506-1508-ci illərdə. 1510-cu ildə Dərbəndi tutur, Qafqazın mərkəzi və cənub-qərb bölgələrini tabe eləyir özünə, həmçinin Dağıstan feodal hakimliklərini də tabe eləyir özünə. Və həmçinin 1510-cu ildə Mərv döyüşü olur. Özbək hökmdarı Şeybani xanla İsmayıl arasında. Şeybani xan məğlub olur, öldürülür və bundan sonra Mərv döyüşündən sonra Amudəryəyə qədər bütün Xorasan Səfəvilərin əlinə keçəcək. Və bu qələbədən sonra artıq Səfəvi dövləti geniş ərazili imperiyaya çevriləcək. Amudəryadan Fərəd çayınadək ərazi artıq Səfəvi imperatorluğunun ərazisi idi. Şah 1-ci İsmayıl dövründə Azərbaycan torpaqlarının əksər hissəsi vahid dövlətdə birləşdirilmişdi. Şirvanşahlar dövləti və Şəki hakimliyi mərkəzi hakimiyyətə tabe edilmişdi, ancaq onların daxili idarəçiliyi qalmaqda idi. Şirvanşah hökmdarı Şeyxşah idi. Öz adamları ilə Şah İsmayılın sarayına gəlmişdi və demək Şaha sadiq olduğuna inandırmışdı və ona görə İsmayıl Şirvanın idarə edilməsini ona tapşırılmışdı. Və Səfəvilər dövlətində bütün mühüm vəzifələrə, ordu komandanlarına, idarə olunmasına, saray işlərinə və s. Azərbaycan türk tayfalarının başçıları təyin olunurdu. Şah o sarayında, orduda və hətta bəzən qismən də olsa diplomatik yazışmalarda Azərbaycan türk dili işlədilirdi. Yəni Şah İsmayıl Azərbaycan türkçəsini demək dövlət dili səviyyəsinə qədər qaldırmışdı. Səfəvi dövlətində siyasi və idarə etmə inzibati quruluş
Demək, Səfəvi dövlətinin siyasi quruluşu Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin ənənələrinə əsaslanırdı. Yəni onlardan götürülmüşdü. Ancaq Ağqoyunlu və Qaraqoyunludan fərqli olaraq Səfəvilər mərkəzləşmiş dövlət idi. Ağqoyunlu, Qaraqoyunlu mərkəzləşmiş dövlət deyildi. Həmçinin teokratik xüsusiyyəti ilə seçilirdi idarə etmək. Yəni dini qanunlara əsaslanan idarə forması idi Səfəvilərdə. Və İslam dinini şiəlik məzhəbini dövlət dini elan etmişdi 1-ci İsmayıl. Həmçinin demək, burada Peyğəmbər Əhl-i Beytini təbliğ edirdilər. Sonra Osmanlı və Şeybani hökmdarlarına qarşı da qəti mübarizə başlayırdı. Yəni Osmanlı və Şeybani sünni idilər. Onlar da Səfəvlərə qarşı qəti mübarizə aparırdılar. Yəni Səfəvləri dini bölməkdə ittiham edirdilər və demək, bunu da bəhanə edib tez-tez Osmanlı Səfəvlərə hücumlar edəcək. Və Şah 1-ci İsmayılın daxili siyasətinin əsas istiqamətlərindən biri mərkəzləşmiş dövlət yaratmaq idi. Səfəvi dövləti dövrün mənbələrində Qızılbaş adı ilə tanınır və Qızılbaşlar dövlət. Dövlət 17-ci əsrin ikinci yarısında irsilik prinsipinin həyata keçirilməsində demək, hakimiyyət irsilik prinsip formasında həyata keçirilirdi və həmçinin yenə hakimiyyət irsi idi, belə deyək. Dövlətin başında şah dururdu. Şah birinci şəxs idi, qeyri-məhdud hakimiyyətə malik idi, ali dünyəvi və ali dini başçı sayılırdı. İkinci şəxs vəkil idi. Vəkil dini və dünyəvi işlər üzrə şahın tam hüquqlu müavini idi. Dövlətdə üçüncü şəxs Əmir-əl-Ümara idi. Əmir-əl-Ümara ordunun baş komandanı idi. Bu vəzifədə demək, orduda əsas rol oynayan Azərbaycan qızılbaşlarının əlində idi. Həmçinin Şah İsmayıl öz tərbiyəçisi Hüseyn bəy Şamlını Əmir-əl-Ümara təyin etmişdi. Dövlətdə dördüncü şəxs vəzir idi ki, vəzir mülki və maliyyə işlərinə baxırdı, xəzinəyə nəzarət edirdi. Beşinci şəxs isə sədr idi. Sədr dini idarələrə başçılıq edirdi, vəqf işlərini və əmlakını idarə edirdi. Həmçinin qorçu başı var idi, Çərik adlanan dəstənin başçısı idi. Və Çərik də Azərbaycan türklərindən, iraklardan toplanmış atlı dəstələr idi. Qazi şəriət məhkəmələrini idarə edirdi. Ali Məclis var idi şahın yanında. Bu da məşvərətçi orqan idi. 12 nəfərdən ibarət, nüfuzlu əmirlərdən ibarət idi. Bəylərbəyi bəylərbəyliyi idarə edirdi. Şah tərəfindən təyin edilirdi və birbaşa şaha tabe idi. Vergi toplayır, vergilərlə qoşun saxlayırdı, yaxud şahın yürüşlərində iştirak edirdi. Bir də bəylərbəylikdə vəzir var idi ki, bu da maliyyə işlərinə baxırdı, ancaq bəylərbəyliyə yox, mərkəzi divana hesabat verirdi. Mahalların naiblər idarə edirdi 16-cı əsrdə, 17-ci əsrdə isə qolbəyi idarə edirdi, bunları bəylərbəyi təyin edirdi. Kərxuda kəndləri, Kələntər şəhərləri, Darğa da əsayişi qoruyurdu. Kələntərə tabe idi Darğa. Yəni kəndləri Kərxuda, şəhərləri Kələntər idarə edirdi. Sultan kiçik inzibati vaidləri idarə edirdi, qolbəyiyə tabe idi. Xan da ali hərbi inzibati mövqe tutan şəxslər idi. 17-ci əsrdə Səfəvi dövlətində Azərbaycan ərazisi müxtəlif bəylərbəyliyə bölünürdü. Əsasən 4 dənə bəylərbəylik. Qarabağ bəylərbəyliyi mərkəzi Gəncə idi. Təbriz bəylərbəyliyi mərkəzi Təbriz idi. Suxsət bəylərbəyliyi mərkəzi İrəvan şəhəri idi. Şirvan bəylərbəyliyi mərkəzi Şamaxı idi. Səfəvi dövlətində bəylərbəylik mahallar şəhərlərə, şəhərlər də kəndlərə bölünürdü. Belə.